Hamı müştəridir. Birinin müştərisi böyük bir şirkət, holding ola bilər, birinin müştərisi sıradan bir vətəndaş ola bilər. Amma sonunda hamısı nədir? Müştəridir, insandır. Ona görə də əslində normal şəkildə biz satış prosesini bilə bilsək, satış üsullarını lazımı qədər anlaya bilsək, biz dolayısıyla hamısına müəyyən qədər iş qura bilərik, yəni işimizi alındıra bilərik. Burada sıxıntı yoxdur. Satış təlimləri çoxdur ümumiyyətlə. Cürbəcür istiqamətlərdə satış təlimləri olur, formatlarda satış təlimləri olur. Bizim satış təlimimizin fərqi nədir digərlərindən? Qısaca məlumat verim. Bizim satış təlimləri ən vacib tərəflərindən biri praktikidir. Yəni, bu gün burada danışılanlar, öyrəndikmi, birbaşa Azərbaycan bazarına, istəyir burada, istəyir Avropada, istəyir Amerikada, fərqi yox, tətbiq edib bilirsən. Yəni, real bazardan, yəni mən hal-hazırda bu saat satışda işləyirəm. Yəni, bunlarla müəyyən uğurlar əldə eləyirəm. Yəni, praktik olaraq. Həm nəzəri tərəflər, müasir tərəfləri var, həm də praktikdir. Yəni, buradan bir var, məsələn, gəlsin, biz özümüz də satış təlimləri alırıq. Gəlirlər xaricdən, məsələn, mütəxəssislər təlimlər verirlər. O demək deyil ki, biz hər şeyi bilirik, daim biz də öyrənirik. Gəlib baxırsan, danışır, çox gözəl, amma 80%-ni tətbiq eləmək olmur bu bazara. Yəni, öyrənirsən, əla, bilgidir. Yəni, heç kim deyə bilməz ki, mən gəldim, bir təlimdən nəsə öyrənmədim. Əgər mən öyrənmək istəyirəmsə, təbii ki. Amma o öyrəndiyimiz bilgiləri mövcud bazara tətbiq eləməkdə problemlər yaranır. Baxırsan ki, yox, bu tamam başqadır. Yəni, bu da Azərbaycandakı durum, müştəri psixologiyasından tutmuş, davranışları və ticari mövcud durum biraz fərqlidir. Yəni, bunu tətbiq eləmək bir çətin məsələdir. Deyirsən, müəllim, çox gözəl, əladır danışdıqlarınız, amma bunu biraz tətbiq eləmək çətindir. Və ikinci ən çox fərqləndirən tərəflərdən bizim təlimlərin iki istiqamətdə olacaq təlimlər. Həm IQ biliklərini, həm EQ. Onun detallarını biz izah edəcəyik hamısı. IQ, yəni bu işin məntiqi, bacarığı, bilgisi, analitik bilgilərə dayanan satış bacarıqları, ümumiyyətlə də bu iş effektiv üsullar satışda artırılmasında. Bir də EQ tərəfdir, bu da müasirdir. Düzdür, bizdə müasirdir, hardasa bir 50 illik bir tarixi var. Duyğusal satış deyirik buna. Yəni, bir adam çox mükəmməl məntiq, qayda, qanun, hesab, kitab, bunları hesablaya bilir, amma müştərinin ünsiyyət qura bilmir, kontakt qura bilmir. İkilərini kontakt qura bilmir. Çox savadlı insandır, çox bacarıqlı insandır. Amma problemdir də, duyğusal bağlar qura bilmir insanlarla. Bu, ona görə satışda bunsuz mümkün deyil. Nəinki satışda, həyatımızın heç bir yerində mümkün deyil. Çünki biz robot deyilik, insanıq. Ancaq beynimiz məntiqdən, analitik düşüncədən ibarət deyil.